Cabir ibn Abdullah Ənsari buyurur, Peyğəmbər salavatullah buyurdu, Aliyyum minni kənəfsi. Əli mənim özüməm, canımam, özüm təkidir. Taatuhu taati və məsiyyətuhu və məsiyyəti. Ona itaət etmək mənə itaətdir. Onun sözünə qulaq asmaq mənim sözümə qulaq asmaqdır. Onun sözündən çıxmaq mənim sözümdən çıxmaqdır. Hərbu aliyyin harbullah və silmu aliyyin silmullah. Əmim oğlu Əli ilə müharibəyə qalxan Allahla müharibəyə qalxmış. Ona təslim olan, onun dediyi sözü təsdiqləyən Allaha təslim olub Allahın sözünü təsdiq edənlərdir. Vəliyyu aliyyin vəliyyullah və aduvvu aliyyin aduvvullah. Əlinin dostu Allahın dostu, Əlinin düşməni Allahın düşməni. Cabir ibn Abdullah Ənsari deyir, mən bu sözləri Əlinin barəsində Peyğəmbər salavatullahdan özüm eşitdim. Və ardıca buyurur, Aliyyum ma'al haqq vəl-haqqu ma'ali. Eşitdim, Allahın Rəsulü buyurur ki, haqq Əli ilə, Əli də haqladır. La yeftariqani hatta yeridə aleyyəl havz. Haqq Əlidən, Əli də haqdan ayrılmaz. Bunlar ikisi bərabər şəkildə mənimlə Kövsər hövzünün kənarında mənə qovuşana dək.